Azərbaycan öz cənub sərhədlərini İran azərbaycanlıları üçün aça bilərmi? İran-İsrail münaqişəsi səngimək bilmir və tərəflər bir-birinə raket zərbələri endirməyə davam edirlər. Ölənlərin çoxu mülki şəxslərdir. İsrail İran-Azərbaycandakı bəzi obyektlərə də zərbə endirib. Bu arada xeyli sayda İranlının təhlükəni ötüşdürmək üçün Türkiyə və Ermənistana üst tutduğu görüntüləri yayılıb. Azərbaycan İrandakı xarici vətəndaşların öz ölkələrinə getməsi üçün humanitar dəhliz açıb. Bəs 5 ildir bağlı qalan quru sərhədlər İran vətəndaşlarına da açıla bilərmi? 3-cü Respublika platformasının qurucu üzvü Yadigar Sadıqlı deyir ki, beynəlxalq humanitar prinsiplərə əsasən qonşu ölkə ilə münasibətlərdən asılı olmayaraq müharibə şəraitində qaçqınlar qəbul edilməlidir. Xüsusən də əgər söhbət bizim öz soydaşlarımızdan gedirsə və onlar da təbii ki, qəbul olunmalıdır. Xatırladım ki, 2003-cü ildə İlham Əliyev birinci dəfə seçiləndə vəd vermişdi ki, mən təkcə Azərbaycan Respublikası vətəndaşlarının yox, dünyada olan 50 milyon Azərbaycanlının vətəndaşı olacaq. Hətta adi insan, bayaq dediyim kimi, adi vətəndaş qonşuların gəlməsini qarşısını almaq çox xoşa gəlməz atım olarsa, soydaşlarımız gəlmək istərsə, biz onlara qapını açmasaq, ümumiyyətlə bu biabırçı bir addım olar. Ona görə də Azərbaycan hakimiyyəti indidən artıq belə bir senariyə hazırlaşmalıdır. Həm maliyyə cəhətdən, həm təşkilati cəhətdən bunları nəzərə almalıdır. Sərhədlərin bağlı qalması rəsmi olaraq koronavirus təhlükəsi ilə izah edilsə də, Prezident İlham Əliyev bunu geosiyasi təhlükə faktorları ilə də əsaslandırmışdı. Ancaq mən tam əminliklə deyə bilərəm ki, son illər ərzində quru sərhədlərimizin bağlı olması bizi çox böyük fəlakətlərdən xilas etdi. Parlamentin İnsan Haqları Komitəsinin sədri Zahid Oruç deyir ki, Azərbaycan təkcə insanların humanitar dəhliz vasitəsilə xilas olmalarına tərəfdar deyil, həm də İranın özündə insanların qorunması və müharibənin tezliklə dayandırılmasından yanadır. Humanitar dəhlizin də açılmasının elə yolları tapılmalıdır ki, bu həm bir tərəfdən beynəlxalq hüququn prinsiplərinə uyğun olsun, digər yandan sizin dediyiniz kimi Azərbaycanlıların qorunmasında biz mütləq olaraq maraqlıyıq, lakin bu qəti şəkildə orada Fars, Kürd və ya qeyri-digər millətlərə qarşı bir mövqe kimi də görünməməlidir. Qəti şəkildə biz onu istəmirik. Lakin birinci növbədə dünyada praktika belədir ki, öz soydaşlarına, yaxud da ki, öz millətdaşlarına daha çox yəni bu qoruma mövqeyi, həmrəylik nümayişi özünü göstərir. Azərbaycan artıq o rəqəm dünən yayıldı ki, 1000-ə qədər şəxsin ölkəmizdən, yəni buradan humanitar beynəlxalq dəhlizdən yaralanaraq daha belə təhlükəsiz ərazilərə doğru keçdiyi məlumatları artıq indinin özündə də mövcud. İsrail İrana zərbələrinin bu ölkənin mübahisəli nüvə proqramını dayandırmağa çalışması ilə əlaqələndirib. Artıq bir çox insanlar Tehran və bir çox başqa şəhərləri tərk edərək daha təhlükəsiz bölgələrə üst tuturlar.